Herkese salam. Kripto Azərbaycan kanalına xoş gəlmisiniz. Mən Xəlil. Bugünkü videomuzda sizlərə OKEX haqqında danışacağam. Öncəliklə əgər OKEX-də qeydiyyatınız yoxdursa, videonun açıqlamalar bölümündə linkimizi sizlə paylaşacağam. Linki girəndən sonra qarşınıza belə bir səhifə gələcək. Bu səhifədən Azərbaycanı seçirik və davam edirik. Burada yeni bir hesab açırıq özümüzə. Hesab açdıqdan sonra verification bölümünə daxil oluruq və kimlik doğrulamamızı tamamlayırıq. OKEX birjası da artıq Azərbaycanda P2P-ni aktiv eləyib. Biz manatla buradan həm USDT və yaxud da Bitcoin digər tokenlardan ala bilərik və yaxud da sata bilərik. Kimlik doğrulamamızı etdikdən sonra biz nə etməliyik? Balansımıza ya başqa birjadan və yaxud da cüzdandan USDT göndərməliyik, token göndərməliyik və yaxud da P2P vasitəsilə, yəni Azərbaycan manatı ilə biz buradan kriptovalyuta almalıyıq. Burada Buy Crypto bölümünə girəndə P2P Trading-i seçirik. Daha sonra gəlirik burada P2P Trading-də. Burada hal-hazırda satışları və alışları görə bilirik. Burada istifadəçilər öz orderlərini qoyublar. Satış və alış orderləri var. Hal-hazırda mən məsələn deyək ki, USDT almaq istəyirəm. Online bir dənə tez exchange var burada hal-hazırda gördüyüm qədərilə. Bir də az exchange var. Gedirik bunlardan buy düyməsinə tıklayırıq. 1.72-dən biz girib buradan USDT ala bilərik. Eyni zamanda biz buradan satmaq istəsək də ən yaxşı qiymət hal-hazırda 1.68-dir. 1.68-dən girib satış eləyə bilərik. Bu işləmləri etməmişdən öncə burada My Profil bölümünə daxil olmaq lazımdır və burada ödəmə metodunu qeyd etmək lazımdır. Onu demək istəyirəm ki, burada Capital Bank, Emon və Rabitə Bank var sadəcə və bunu vurğulayıram ki, buradakı Capital Bank hesabınız və yaxud da Emon və yaxud da Rabitə Bank olsun, bunların hər biri buradakı kimlik doğrulaması kimin adınadırsa, yəni məsələn mən Xəlil İbrahimov, mən qeydiyyat olmuşamsa, həmin bu bank hesablarında mənim adım olmalıdır. Çünki birja bunu araşdırır. Əgər burada üçüncü bir şəxs olarsa, yəni başqa bir şəxsin adına hesab açmış olsanız, buradakı hesabınız bağlanır. Ona görə də bu riskə girməmək lazımdır. Bildiyimiz kimi OKEX birjası dünyanın ən böyük birjalarından biridir. Hal-hazırda CoinMarketCap-də ümumi sıralamada, yəni futures həcminə görə ikinci sıradadır. Spot həcminə görə isə dördüncü sırada yer alır. Burada yeni başlayanlar üçün demo trading də mövcuddur əslində. Demo tradingdə biraz praktik elədikdən sonra normal işləmlərə girməyiniz daha yaxşı olar. OKEX birjasında futures olmaqla bərabər spotun da copy tradingi var. Copy trading nədir? Qısa olaraq bunun haqqında danışım sizlərə. Deyək ki, izlədiyiniz bir dənə yaxşı trader var, işləmlərindən yüksək qazanclar əldə eləyir. Burada OKEX-ə girib o insan copy tradingi aktiv edə bilər. O burada hesabını açıb copy tradingi aktiv eləsə, siz ona qoşulsanız, o həm futuresda, həm də spotda nə işləm etsə, siz onun işləmlərini kopyalamış olacaqsınız. Burada həmçinin OKEX-in trading botları var. Sizlər burada öz botunuzu yarada bilərsiniz. Yatdığınız anda belə avtomatik olaraq bot sizin yerinizə işləmləri davam elətdirə bilər. OKEX Earn haqqında da danışmaq istəyirəm. Burada nədir? Deyək ki, siz USDT saxlayırsınız əlinizdə və yaxud da Bitcoininiz var, Ethereum-unuz var, Zora var, Move var, nə bilim Meteora tokenınız var. Bunu uzun müddətdə əlinizdə saxlamağı düşünürsünüz. Burada gördüyünüz kimi müəyyən qədər API-lər var əslində. Burada məsələn USDT-də 10% bonus olduğunu göstərir. Flexible olaraq, yəni istədiyiniz zaman yatırıb istədiyimiz zaman çəkə bilirik. Burada qeyd olunur ki, ilk $1000 180 gün üçün 10%lik sizə bir faiz verə bilər burada. Daha sonra burada başqa tokenları da biz görürük. Bitcoin var, Ethereum var, Meteora var. Meteora'nın faizi biraz daha yüksək imiş. Buradan girib əlavə qazanc əldə etmək amma təbii ki, yəni Meteora tokenu qalxar düşər, o biraz sizin riskiniz olar. OKEX Azərbaycan bazarına yeni gəldiyi üçün yaxın zamanda xüsusi referral proqramı başlayacağını duyurdu. Mən düşünürəm ki, yaxın zamanda digər birjalar kimi Azərbaycan üçün də OKEX birjası fərqli etkinliklər, kampanyalar düzənləyəcək. Həmçinin yeni P2P-də işləmə başlayacaq istifadəçilər üçün də özəl bonuslar verəcəklərini qeyd ediblər. İləride bir detay olarsa bunlarla bağlı da sizlərə paylaşım eləyəcəm. OKEX birjası bildiyimiz kimi dünyanın ən böyük birjalarından biridir və Azərbaycan bazarına artıq maraq duymaları mən düşünürəm ki, Azərbaycanın kriptovalyuta sektorunun gelişməsinə kömək olacaq. Bu videomuz OKEX birjası haqqında idi əziz istifadəçilər. Videomuzu bəyənib yorum yazmağı və kanalımıza abunə olmağı unutmayın ki, növbəti videolardan xəbəriniz olsun. Mən Xəlil, hər kəsə bol qazanclar.